Mayın 7-sində Rusiyanın birinci kanalında yayımlanan Vremya Pokazhet verilişində Qarabağın xəritədə ayrıca rənglə göstərilməsi sadəcə bir texniki xəta deyil, Azərbaycanın suverenliyinə qarşı qəbul olunmaz bir yanaşmadır. Bu təqdimat informasiya siyasəti ilə rəsmi dövlət mövqeyi arasındakı dərin ziddiyyəti açıq şəkildə üzə çıxarır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və bu hər iki ölkə arasında imzalanmış sənədlərlə təsbit olunub. Lakin bəzi media platformalarında hələ də köhnə iddiaları xatırladan vizual manipulyasiyaların davam etməsi ciddi narahatlıq doğurur. Ortada iki ehtimal var. Ya redaksiya heyəti regiondakı yeni reallıqlara qarşı tamamilə məsuliyyətsizdir, ya da hansısa köhnə siyasi ambisiyalar məqsədli şəkildə efirə daşınır. Hər iki halda nəticə eynidir. Rəsmi Moskvadan gələn bəyanatlarla media mesajları bir-birini təkzib edir. Qarabağ məsələsi həm hüquqi, həm də siyasi cəhətdən tamamilə həll olunub və bu reallıq bütün dünya tərəfindən qəbul edilir. Belə bir vaxtda fərqli xəritə oyunlarına əl atmaq təkcə yanlış informasiya yaymaq deyil, həm də ictimai rəyi qəsdən bulandıran təhlükəli bir manipulyasiyadır. Bu cür hallar sadəcə bir dırnaqarası jurnalist səhvi kimi keçişdirilməməli, iki ölkə arasında etimad mühitinə zərbə vuran siyasi məsuliyyətsizlik kimi qiymətləndirilməlidir.